Yanvarın 5-də Toplum TV işi üzrə məhkəmədə aydın olub ki, təqsirləndirilənlərin xarici səfərləri qaçaqmalçılıq və digər ittihamların sübutu kimi təqdim olunub. Buna etiraz edən Demokratik Təşəbbüslər İnstitutunun rəhbəri Akif Qurbanov deyib ki, xaricdəki qohumlarıma baş çəkmişəm və sübut kimi cinayət işinə qatıblar. Stat: Əslən Gürcüstanlıyam. Bu ölkədəki qohumlarıma baş çəkməyə getmişəm. ABŞ-yə, Almaniyaya, başqa ölkələrə də dəvət əsasında səfərə getmişəm. Bu səfərlərin tarixlərini cinayət işinə köçürüblər. Güya bununla da qaçaqmalçılığı sübut ediblər. Ayıbdır, bu qədər də olmaz. Bizim xarici səfərlərimiz niyə ittihama salınmalıdır? Statın sonu. Toplum TV-nin həm təsisçisi, media eksperti Ələsgər Məmmədli isə deyib ki, cinayət işinə daxil edilən elə səfərlər var ki, orada Azərbaycanın dövlət rəsmiləri ilə birlikdə iştirak edib. 13 saylı cəza çəkmə müəssisəsində məhbusların İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyasının üzvü Möhiyyəddin Orucova qarşı qaldırıldığı deyilir. Onun vəkili Nazim Musayevin sözlərinə görə rəsmi icazə ilə ailəsi ilə video zəngidə danışarkən ekran görüntüsü alınıb. Hadisələr də məhz bundan sonra başlayıb. Stat: Möhiyyətin ailəsi ilə danışanda onlar ekrandan onun şəklini çəkib sosial şəbəkədə paylaşıb. Rəisi Möhiyyəddinin şəklinin paylaşılmasına görə tənbih edib. Möhiyyəddin bundan xəbərsiz olduğunu deyib. Bundan sonra müəssisə rəhbərliyi digər dustaqlara görüntülü danışıq qadağası qoyub və bildirib ki, bunu Möhiyyəddinə görə edir. Statın sonu. Nazim Musayev deyir ki, rəhbərlik bu addımı ilə dustaqları Möhiyyəddinə qarşı qaldırır və bunun ağır nəticələri ola bilər. Vəkil bildirib ki, rəisə bununla bağlı müraciət etsə də cavab ala bilməyib. Azərbaycan hökuməti Ağdamda futbol stadionunun yenidən qurulması üçün 35 milyon dollar dəyərində dövlət müqaviləsini Prezident İlham Əliyevin ailə üzvlərinə məxsus tikinti şirkətinə verib. Bu barədə jurnalistlərin mütəşəkkil cinayətkarlıq və korrupsiyanı araşdırma layihəsinin yanvarın 8-də dərc etdiyi araşdırmasında qeyd olunub. Qeyd olunur ki, müqaviləni alan PMD Projects, PMD Group MMC-nin törəmə şirkətidir. PMD Group isə Paşa Holdingin çətiri altında fəaliyyət göstərən qurumdur. Açıq maliyyə hesabatlarına görə holdingin son benefisiarları arasında prezidentin qızları Leyla və Arzu Əliyeva, qaynatası Arif Paşayev və həyat yoldaşının əmisi oğlu Mircamal Paşayev də var. İranda artan inflyasiya və milli valyutanın kəskin uzlaşmasına qarşı başlayan etirazlar 14 gündür davam edir. Hrana xəbər agentliyinin məlumatına görə, indiyə qədər yaranan toqquşmalarda əksəriyyəti etirazçı olmaqla 100-dən çox insan həyatını itirib. 2600-dən çox insan həbs edilib. Ölkədə internetə giriş məhdudlaşdırılıb. İran prezidenti Məsud Pezeşkiyan baş verən etirazları ABŞ-nin provokasiyası adlandırıb. İranın ali dini lideri Əli Xameneyi geri çəkilməyəcəklərini bəyan edib. Daha öncə ABŞ prezidenti Donald Trump demişdi ki, əgər etirazlar zamanı insanlar ölsə, ABŞ müdaxilə edə bilər. Bu günlərdə Birləşmiş Ştatlar donanmasının İranın cənub sahillərinə yaxınlaşdığı, həm İsrailin, həm də İranın ordusunu tam hazır vəziyyətə gətirdiyi vurğulanır. İran parlamentinin sədri Bağır Qalibov deyib ki, İrana hücum edilərsə, regiondakı bütün Amerika hərbi bazaları, gəmiləri və İsrailin ərazisi legitim hədəfə çevriləcək.